Salam, hər vaxtınız xeyir olsun, əziz abituriyyentlər, dəyərli müəllimlər. Bugün keçirilmiş, yəni 2025-ci il 1 iyun tarixində keçirilmiş birinci qrup kimya qəbul imtahanı suallarının izahını verəcəm. Başlayaq vaxt itirmədən. Deməli, 120 qram doymuş bir atomun spirtin natriumla reaksiyasından 6 ömrüzdəki vuruşunun sistemi müstəqil hidrojen molekulu ayrılır. Birinci spirtin natriumla reaksiyasını yazaq. Doymuş bir atomun spirtin ümumi formulu CnH+1 OH şəklində yazılır. Bunun natriumla reaksiyasından deməli CnH2n plus 1 O natrium üstəgəldiğinizin hidrojen alınır. Əmsallaşdırıb hər tərəfə 2 yazacağıq. Deməli, normalda görürük ki, ə, 120 qram doymuş bir atomlu spirtimiz var bizim və 6,23 sayda hidrojen molekulu 1 mol deməkdir. 1 mol hidrojen molekulu alınıb. Və 1 mol hidrojen molekulu alınanda 2 mol spirt reaksiyaya daxil olur deyir bizə. Yəni, daha sonra 1 mol, 2 mol spirt reaksiyaya daxil olduğunu görürük. 2 mol spirtin olur kütləsi 120 qramdır. Onda 1 mol spirtin kütləsi nə qədər olacaq? 60 qram. Deməli, spirtin emirini necə yazarıq? 14 n plus 18 bərabərdir 60-a. 14 n bərabərdir 42-yə, n də bərabərdir 3-ə. Deməli, bu C3H7OH-dır. Hansı monomerin polimerləşməsinə izopren kauçuk alınır? İzopren kauçuku 2 metil butadiyen bir üçün, yəni izoprenin polimerləşməsindən alınır. 2 metil butadiyen bir üç isə Y variantındadır. Hansı uzun parçalanmasının nəticəsində oksigen alınmır? Biz bilirik ki, metal nitratların parçalanmasından oksigen alacağıq, amma amil nitratdan isə alacağıq N2O üstəgəldiğinizin su. Deməli, buradan oksigen alınmadı. Doğru cavab variantı C variantı oldu. Daha sonra davam edirik 64-cü sualla. 64-cü sualda bizə deyir ki, hansı alkanın 4,4 qramının tam yanmasından 670 litr karbon qazanılır? Biz bilirik ki, alkanın ümumi formulu CnH+2-dir və bu zaman N sayda karbon qazanılır. Deməli, 4,4 qramından nə qədər alınıb? 670 litr. Bu neçə mol deməkdir? 0,3 moldur. Deməli, molla işləsə daha yaxşı olar. Alkanın 1 molun kütləsi nə qədərdir? Bəs 14 plus 2, 14 plus 2, yəni 1 mol daxil olan alkan reaksiyadan n mol sayda karbon qazanılır. Bunu da həll edəcək. Deməli, 4,4n bərabərdir 0,3 vurulsun. Deməli, nəyə? 14n plus 2-yə. Burada da hər tərəf ona vursaq 44n bərabərdir. 3 olur. 0,3 10 vuranda 3 edir. 3 14-ə vuranda 42n üstə gəlinsin. Deməli, 3-ü də vursaq 2-yə nə qədər deyəcək? 6. Deməli, buradan da 2n'imiz bərabərdir 6-dır. N də bərabərdir 3-dür. Deməli, n qiyməti 3 olacaq. C100 H8 olacaq. Doğru cavab variantı. Davam edirik. Hansı liflərin alınmasına amin turşularından istifadə olunur? Deməli, amin turşularından istifadə elədiyimiz hansı deməli liflər olacaq? Baxaq bu suala. Deməli, kapron verir bizə, neylon verir, lafsan verir, enat verir. Doğru cavab variantımız hansı olacaq? Deməli, burada doğru cavab variantımız kapron olacaq və deməli, enant olacaq. Deməli, bu ikisi də amin turşularından yaranan deməli liflərdir. Doğru cavab variantımız olacaq 1-4. Daha sonra davam edirik. Növbəti sualdan 66-da nə deyir bizə? S elementi və yaxud da P elementi olduğunu tapmalıyıq. 19 açanda 4s1 ilə tutarıq. Biz bilirik ki, bu deməli S elementidir. Oksigen 2s2, 2p deməli 4 ilə tutarıq P elementidir. Fosforumuz 3s2, 3p3 ilə tutarıq P elementidir. Magnezium deməli 3s2 ilə bitir. Elektron formulansın bilirik ki, sonu S elementi və S elementidir. S elementlər 1-4. Deməli, 200 P elementdir. Doğru cavab variantı olacaq. A variantı. Növbəti suala baxırıq. Növbəti sualımız. Deməli, bizə halogenlər fluor, brom, xlor verir, kütlələri eyni miqdardadır. Halogenlərin reaksiya sərf olunan kaliumun mol sayı. Bunların kaliumla reaksiyası deməli, eyni mol nisbətində baş verdiyinə görə və kütlələri eyni olduğuna görə təbii ki, emeri ən kiçik olan molu ən böyük olacaq və molu ən böyük olanda ən çox mol sayda kaliumla birləşəcək. Deməli, bizə deyir ki, doğru münasibətdir. Buradan emellərə baxsaq, ya daha doğrusu ayrılarına baxsaq, artıq biz biləcəyik ki, fluorun emeri azdır, eyni kütlədə götürəndə 10 mol daha çox olacaq. Deməli, ən çox buna sərf olunacaq. M1 böyük olacaq. Nədən? Daha sonra xlordan, sonra xlor gəlir, sonra brom gəlir. M1 böyükdür, N3 böyükdür N2-dən. Deməli, M1, N3, N2, N1, N3, N2 hansı variantdadır? Deməli, doğru cavab variant C variantındadır.
Hansı maddələrin qarşılıqlı təsirindən etil klorid alınır? Etil klorid deməli C2H5 xlordur. Deməli biz bunu hansı maddələrin reaksiyasından alacağıq? Deməli etil klorid almaq üçün C2H2 və xlordan istifadə etmək olmaz. Deməli C2H6H xlor birləşdirilmiş alkandır. C2H4 bəli alkindir. C2H4, CH2 qat CH2 üstəgəlsin H xlor gəlsən bunun üzərinə. Nə lazım buradan? Deməli CH3, CH2 xlor. Bəli etil klorid alınır B variantını. CH4 xlorla əvəz etmə reaksiyasına daxil olur. Həmçinin burada da deməli alkinin hidrogen halogen reaksiyası birləşmə reaksiyasıdır. Burada da CH3 xlor alınır. 69-cu sualda argentium qatı sulfatla reaksiyasına argentium 2SO4 üstə gəlinsin. Bunu təmiz ekranı yeni yazaq. Deməli alacağıq argentium 2SO4 üstə gəlinsin SO2 üstə gəlinsin su. Deməli, hansı sistemlər baş verir? Argentinin sıfırdan gəlib argentinin müsbət 1-ə. Argentinin sıfırdan müsbət 1-ə gəldiyini, deməli, birinci variantda var. Daha sonra kürdümüz dəyişib, müsbət 6-dan kürdümüz gəlib müsbət 4-ə. Müsbət 6-dan müsbət 4-ə, deməli, neynəyəcək? 2 elektron alacaq. Müsbət 6-dan müsbət 4-ə 2 elektron aldı. 1 ilə 4 doğru olan variantları soruşur. Doğru cavab variantı 1, 4. 70-ci suala baxırıq. Deməli, 70-ci sualda kalsium oksidinin neçə qramında 1,2 qram kalsium olar? Deməli, baxaq. Kalsium oksidinin neçə qramında 1,2 qram. Kalsium oksidi yazaq. Kalsium oksidin belə bölək hissələrə belə deyək ki, neçə qramında 3,2 qram kalsium olar. 3,2 qram kalsium deməli neçə qram oksigenlə birləşir? Hərəcənə bir ona baxaq. Normalda 40-dan 16-ya birləşir, düzdürmü? Deməli 1-in 1-ə düşmə nisbəti 1-in 1-ə də atomların. Və buradan da x tapsaq, x-imiz bərabərdir. Deməli 40 düşdü aşağı, 16 vurulsun 3,2. Bununla bir xısa getdi. Burada qaldı 4. Belə deyək, elə bil ki 0,4 daha doğrusu 0,4. 0,4'ü də vuracam 3,2'yə. Deməli 12'dan bir dəqiqə 0,4 vursaq 3,2 nə qədər gələcək? 4 vuracaq 0,32'yə. Deməli 4'ü 0,32'yə vuranı 1,2. O da 1,28. 1,28 eləyəcək. Onunla da bu oksigen miqdarıdır. Bununla da 3,2'ni toplasaq, deməli 3,2'ni toplasaq eləyəcək 4,48. 4,48 daha doğrusu. Deməli, doğru cavab variantı da olacaq Y variantı. 71-ci suala baxırıq. 71-ci sualda PCO5 soyuq suyuna reaksiya daxilində alırıq HPO3, qaynaq suyuna reaksiya daxilində alırıq H3PO4. Nə deyir bizə? Deyir ki, hər iki reaksiya alınan turşunun 1 molu ilə 1 mol ilə 1 mol natrium aşının qarşılıqlı təsirindən əmələ gələn duzun növünü. Deməli, bu bir əsaslıdır. Bir əsaslı turşudur. Bu natrium aşına reaksiya daxil olanda təbii ki, bizə normal duz verəcək. Natrium PO3, istəyəcəyimizin su. Bu normaldır. Normal yazaq bura. Burada isə 1 mol natrium oxidinin reaksiyasından alacaq nə? Natrium deməli H2PO4 turş alacaq. Normal və turş. Doğru cavab variantı C variantı olacaq. Təbii ki, burada su da alınır. Suyu yaxın satmayaq. Deməli, daha sonra davam edək 70-ci sualına. Nə deyir bizə? Deyir ki, azot və hidrogen başlanğıc qatları uyğun olaraq 5, 4 və 1 daxil olarsa, bu maddələrin həmin anda qatlığı nə qədər olar? Başlanğıc qatlıqlara azot, deməli, N2 hidrogen reaksiya yazırıq, alırıq 2 NH3. Başlanğıc qatlıqlar bu 5-dir, bu 4-dür və bu 1-dir. Daha 1 mol azot daxil olarsa deyil. 1 mol azot reaksiyaya daxil olarsa, 1 mol azot daxil olarsa təbii ki, bizə 3 mol reaksiya daxil olacaq hidrogen. Bu maddələrin həmin anda qatılıqlarını tapmaq lazımdır. Deməli, 5-dən 1 reaksiya daxil oldu. 4, 4-dən 1 daxil oldu, qaldı 1. 4, 1 cavab variantı A variantı olacaq. Daha sonra 73-cü suala baxaq. Hansı reaksiya nəticəsində alınan maddələrin biri natrium hidroksid məhlulunda reaksiyaya daxil olur? Deməli, natrium hidroksid məhlulundan reaksiya daxil olmalıdır. Deməli, burada sink oksid üstə sualır. Deməli, burada avtomatik olaraq sink oksidin çünki alınan maddələrin biri deyil, natrium hidroksiddən daxil olsun. Su natrium hidroksiddən reaksiya daxil olmur. Sink oksid, amfoter oksid, amfoter oksid natrium oksidinə daxil olacaq. Və doğru cavab variantı A-dır. Vaxt itirimindən cavab deyə bilərik. Amma burada nə olacaq? Kalsium OH2 üstəgəl hidrogen əsasdır, daxil olmayacaq natrium OH-la. Kalium OH üstəgəlinsin H2. Buradan alacaq maqnezium oksid üstəgəlinsin H2. H2O. Buradan alacaq ferium oksid üstəgəl H2O. Deməli, bunların heç biri, deməli, natrium OH reaksiya daxil olmur.
Ona görə doğru cavab variantımız elə A variantı oldu. Molekulda kimyəvi rabitələrin yaranmasına iştirak edən elektronların sayını tapmalıyıq. Amoniak necə yazılır? NH3. Deməli, kimyəvi rabitənin yaranmasında biz bilirik ki, azot 3 dənə hidrogen birləşib və təşkilat rabitələri birləşib. 3 dənə rabitə var. Bir rabitənin yaranmasına 2 elektron iştirak edir. Bir dəqiqə, üzrü sayaq. Burada deməli bizə elektron sayı soruşmur. İştirak edən hibrid ortallarının sayını soruşur. Deməli, amoniakda azotun birləşmə vəziyyəti sp3-dür. sp3-dür, 4 hibrid orbitalı var bunun. 4 hibrid orbitalı var. Deməli, 4 hibrid orbitalın bir təqib olacaqsa və 3 dənə də hidrogenlə birləşir. Deməli, 4 hibrid orbitalından 3-ü rabitənin yaranmasında iştirak edir. X oldu 3. Sonra suya baxsaq, suda da yenə H2O-da da oksigen hibrid vəziyyəti sp3-dür. sp3 yəni burada da eyni qayda ilə 4 dənə hibrid orbitalımız var. Deməli, 4 dənə hibrid orbital var, amma 2 dənəsi hidrogenlə birləşir. Burada da 2-dir. İlk də oldu ki, x plus y sərinin toplu tapın dev olduğu cavab 5. Doğru cavab variantı 5 oldu. Kalium sulfatın suda məhlul elektroz zamanı katodda 30 mol qaz alınır. Kalium sulfat yazar. Kalium 2 4-ün üstünə su gələcək. Suda məhlul deyil çünki buradan alacaq hidrogen, alacaq oksigen, buradan alacaq deməli kalium sulfatın özü. Burada yalnız su elektroliza uğrayır. Həmçinin bura 2 yazsaq düzəldir. Deməli, katodda 30 ml, katodda hidrojen alınır, yazırıq üstünə 30 ml. Deməli, anodda isə mol qaz alınır, x mol. Normalda reaksiya 2-nin 1-ə gedir. Deməli, olacaq 15. Doğru cavab variantı C variantı olacaq. Davam edirik. 76-cı sual. 76-cı sualda nə deyir bizə? Deyir ki, guruldayıcı qazın tərkibi hidrojen oksigen mol miqdarları A5 kütləsi verir. Deməli, guruldayıcı qazın tərkibi. Guruldayıcı qazın tərkibini biz bilirik ki, olar. Reaksiyada 2 mol hidrogen və 1 mol oksigen olmalıdır. Guruldayıcı qazın tərkib hissəsi. Mol miqdarı 2 oldu 1. 1 molun kütləsinə qədər oldu. 1 molun kütləsi 32 oksigenin, 2 mol hidrogen kütləsi 4-ə bərabərdir. Nə soruşur bizə? Hansı münasibət doğrudur? B bərabərdir 2A. B bərabərdir 2A doğrudur. A bərabərdir 2 xeyir səhvdir. D bərabərdir 8C. Xeyr, C bərabərdir 8D olmalı. Bu səhvdir. D bərabər 4C. Xeyr, belə bir şey yoxdur. Doğru cavabların 1 və 4 olacaq. Yəni B variantı olacaq. Daha sonra davam edirik. Deməli, bizə nə deyir burada? Kuprum oksid, volfram O3 mol miqdarları XY verir. Reaksiya tam daxil olan hidrojen mol sayı. Deməli, kuprum oksidin üzərinə hidrogen gələcək. Nə alırıq biz buradan? Mis alırıq və H2O alırıq. Volfram O3-ün də üzərinə hidrogen gəlsək, deməli, alacaq volfram. Üstə gəlsin H2O. Əmsallaşdırıb böyle 3 yazıb. Burada bir 3 yazsaq düzəlir. Burada əmsala ehtiyac yoxdur. Və nə deyir bizə? Mol miqdarları XY-dir. Deyir ki, reaksiya tam daxil olduğu hidrogenin mol miqdarı. Bu N-dir, bu 3N-dir. Deməli, təbii ki, görürük ki, reaksiya birinci nisbətən, yəni hidrogen birinci nisbətən daxil olur. 1 mol burada daxil olur, 3 mol burada daxil olur. Amma bundan 1 mol, bundan da 3 mol nisbəti götürsək, elə bunların molları 1-in 1-ədir. Deməli, eyni nisbətdə olacaq. X, Y nisbəti də 1-ə bərabərdir. Yəni 1 mol bundan, 3 mol bundan daxil olur. Bizə də N-in 3-ənə verib. Yəni 1-in 3-ə nisbətidir. Eyni qaydada 1 mol bundan, 1 mol bundandır. 1 də 1-ə bölündə eləyir. 1. Doğru cavab variantı A variantı oldu. Daha sonra davam edirik. Nə deyir bizə? Bir dəqiqə şu olar. Aha. Eyni mol miqdarda azot və X qazını qarışdırdıqda havadan ağır qaz alınır. X qazını müəyyən edin. Sadə sualdır. Deməli, eyni mol miqdarda azotumuz var və azotun kütləsini biz bilirik ki, 28-dir. Və bunu elə bir qazla qarışdırmalıyıq ki, bunların ədədi ortası havadan böyük eləsin. Deməli, havadan ağır qaz qarışır. Havanın deməli nisbi molekül kütləsi nəyə bərabərdir? 29. Deməli, mən 28-dən böyük bir kütlədə qaz götürməliyəm ki, ondan böyük bir qaz, havadan sıxılı havadan çox olan qaz qarışıq alır. Deməli, baxıram, hidrojen kütləsi 2-dir, oksigen 32-dir, bu 16-dır, CH2 26-dır, NH3 son 7-dir. Təbii ki, 29, 28-dən böyük olan bir də 32-də doğru cavab variantı B variantı olacaq. Daha sonra davam edirik. 79-cu sualdan. Kükürt dioksidi üçün hansı ifadə doğrudur? Deməli, kükürt dioksidi necə yazılır? SO2. Düzəmələ gətirməyən oksidir xeyr. Əsaslı oksidlərə qarşı təsir olunur xeyr olur. Əlbəttə ki, turşu oksididir. Qələbələ reaksiya daxil olunur xeyr. Turşu oksidi olduğuna görə daxil olur. Sütə həll olduqda sulfat turşu əmələ gəlir. Xeyr. Sulfit turşu əmələ gəlir. Yəni H2SO3 əmələ gəlir. Oksigen reaksiya daxil olur. Bəli, doğru cavab variantı E variantı. SO3-ün üstünə oksigen nə alırdıq? SO3. Hansı maddənin dehidrogenləşməsindən protein stirol kalsium monomerləri alınır? Deməli, dehidrogenləşməsindən hansı maddələrin dehidrogenləşməsindən ala bilər? Protein stirol kalsiumun monomerləri alınır.
Ha, butadiyen sirop kalsium monomerləri nədir? Butadiyen bilirik ki, adı üstündə butadiyen. Deməli, CH2 2 qat rabitə CH, təşkil qat rabitə CH, 2 qat rabitə CH2. Yəni divinildir, değil mi? Butadiyen bilirik. Və stirol da bilirik ki, C6H, yəni vinil benzol da elə bir belə yazaq. C6, oy, dəqiqə, C6H5 CH, 2 qat rabitə CH2. Bunu belə yazacaq. Yəni vinil benzol. Deməli, biz bunu bu maddəni vinil benzolu hansı maddənin dehidrogenləşməsini ala bilərik? Etil benzolu. Etil benzoldan hidrogen çıxanda, yəni etil benzolu belə yazılır. C6H5, CH2, CH3. Deməli, etil hissəsindən hərəsindən bir hidrogen götürəndə vinil radikal alınır. Deməli, bu olacaq etil benzol. Deməli, hopsi butanla, təbii ki, butandan bu C4 H-sinədir. C4H6-dır. Butanda C4H10-dur. C4H10-dan hidrogen çıxıb C4H6-nı ala bilərik. Yəni, doğru cavab variantı A variantı olacaq. Qarışqa turşusu və qarışqa aldehid üçün ümumi olmayan nədir? Qarışqa turşusunu çəkək. Qarışqa turşusu HCOOH. Qarışqa aldehidi isə deməli HCOH. Molekulunda karbon atomunun oksidaşma dərəcəsi. Karbon atomunun oksidaşma dərəcəsi necə tapacaq uşaqlar? Baxaq. Burada hidrogenimiz müsbətdir, oksigenimiz mənfidir, OH-ımız ümumilikdə mənfi 1-dir. Deməli, mənfi 1 ilə müsbət 1 sıfır edir, mənfi 2 sıfır olur, müsbət 2. Amma burada elə deyil. Bu mənfi 2-dir, bu müsbət 1-dir, bu müsbət 1-dir. Ona görə sıfır olacaq karbon oksijen dərəcəsi burada. Eyni deyil, ümumi olmayan deyil, yəni ümumi olmayan 1 götürəcəyik. Molekulunda sp2 hibrid vəziyyətdə olan karbon atomlarının sayı. Bu da sp2-dir, bu da sp2-dir. Bəli, ikisində də bir dənə sp2 hibrid vəziyyətdə olan karbon atomu var. Bu doğrudur. Doğru olan lazım deyil. Ümumi olan lazım deyil. Adi şəraitdə aqreqat halır. Bəli, formaldehid qaz halındadır. Qarışqa turşusu maye haldadır. Eyni deyil adi şəraitdə aqreqat halları. Kupra molaşı ilə reaksiya daxil olması. Kupra molaşı biz bilirik ki, aldehidlərin və çox atomlu spirtlərin təyin reaksiyasıdır. Aldehidləri təyin edəcək, həm də qarışqa turşunun tərkibində də aldehid qrupu olduğuna görə onu da təyin edəcək. Yəni bu ümumi bir müddəadır da belə deyək. Doğru cavab variantı 1 olacaq, yəni D variantı olur. Daha sonra davam edirik. 82-ci suallar. 82-də nə deyir bizə? 82-də deyir 33,36 litre hidrogen alınan zaman natrium OH-ın suda məhlul ilə neçə qram alüminium reaksiya daxil olar? Deməli, e, natrium OH-ın suda məhlulu ilə neçə qram alüminium? Natrium OH-ın suda məhlulu ilə, yəni natrium OH suda su istəyir alüminium. Bu reaksiya biz bilirik ki, hidrogenin laboratoriyada alınma reaksiyası. Natrium alüminium molekülü istəyir hidrogen alınır. Bunu əmsallaşdırsaq, əmsala ehtiyac duyarıqmı? Gəlin baxaq. Natrium bir dənədir. Bir dənədir. Alüminiumuz bir dənədir. Oksigenimiz 2 dənədir. Hidrogenimiz deməli burada amma bir dənədir. Deməli biz bunu əmsallaşdırıb. Bura 2, bura 2. Ay, dəqiq, sorry. Bunu 2-ci səhv, bura 2-ci səhv yazdım. Aha. Bura 2 yazsaq, deməli bura 1, 2 yazsaq, bura 1, 2 yazsaq, 2 yazsaq, bir dəqiqə, əmsalları qarışdırırıq. Deməli, bir də baxaq şuralara, misallara diqqətli olaq. Deməli, burada bizdə hidrogen burada 2 dənədir, burada amma 3 dənədir. Biz bura 2 yazıb, bura 2 yaza bilərik. Onda burada 2 olacaq və alüminium əmsalı 2 olmalıdır. Gəlin, indi baxaq görək düzdür. Natriumlar 2 dənədir, alüminiumlar 2 dənədir. Hidrogenimiz 4 dənədir, 4 dənədir. Oksigenimiz 2 dənədir. Deməli, burada 2 yazmalıyıq. Bir dəqiqə. Bura 2 yazsaq, natrium, alüminium 2. Bura 2 yazıb, bura 3 yazmalıyıq. Bura 3 yazsaq, onda düzəlir. Deməli, onda artıq tamamlamış olduq. 3,136 hidrogen alınan zaman, deməli, yazırıq üstünə nə qədər? 3,136 litre. Deməli, hidrogen alınan zaman natrium OH-un suda məhlulu ilə neçə qram alüminium reaksiya daxil olar? Deməli, neçə qram alüminium reaksiya daxil olmalıdır, onu tapmalıyıq. X qram normalda 67,2 litr alınır. Və biz bunda, deməli, 2 vur 27 yazıb qramı tapa bilərik. 54 qramdır. Baxırıq ki, bu 20 dəfə azalıb. Deməli, bundan bu x-a gedəndə burada qalır 20. 20x bərabərdir. Deməli, 27-ni deməli buranda 2 54. Deməli, 54-ü də böləndə 2,7 qram eləyəcək. Doğru cavab variantı A variantı. CH4 yanında 900 kilosu olub. Deməli, 23,4 litr 1 mol demək. 1 mol 900-dür. 2700 almaq üçün neçə litr yandırmaq lazım? Çox primitiv sualdır. 2709-a böləcək, eləyəcək 3 mol. 3 mol edir. 3 molumuzda deməli 67,2 litr eləyəcək. Doğru cavab variantımız oldu 67,2. Azot və hidrogendən ibarət qaz qarışığı. Yenə azot və hidrogendən ibarət qaz qarışığı reaksiya daxil olur. Biz buradan alırıq NH3.
Deməli, bura 2 yazıb, bura 1, 3 yazaq, düzəlir. 360 mol qaz qarışığı reaksiyasından sonra 40 mol hidrojen artıq qalır. Deməli, mən 360-dan çıxaram 40-ı, taparam ki, burada 320 mol qaz qarışığı reaksiya daxil olur, düzdürmü? Deməli, onda reaksiya 4 həcmdir də, yəni 4x nisbətli olur, 3x, yəni 1 nisbətinə gedir. Bu, elə bunları toplayan 4x edir. Bunu da bərabər edirəm 320-yə. 4x bərabərdir 320, x də bərabərdir 80. Deməli, 80 bundan daxil olub, 240 bundan daxil olub reaksiyaya. İlkin qaz qarışığında neçə mol hidrojen olub? Hidrojen 40 mol artıq qalmışdı axı. 240 reaksiya daxil olub, sizcə 40 daxil qalan nə qədər edəcək? 280. Doğru cavab variantımız oldu 280. Daha sonra davam edək. 85-ci suallar. 85-ci sualda məhlullar məsələsinə aiddir. Deməli, su əlavə olunduqdan sonra uzun məhlul kilo payını tapın. 190 qram 10%-dir. Yəni burada təbii ki, biz bilirik ki, 190 qram 10% nə qədər edir? 19 qram duz var. Sonra məhlul su əlavə elədik 10 qram. Oldu 200. Deməli, vurduq 100-ə, x getdi. Burada qaldı 2. Deməli, 119-u 2-yə böləndə, deməli 9,5 faiz eləyir. Deməli, 9,5 faizli məhlul aldıq. X hansı elementlər ola bilməz? X burada bir xətt, bir valentlidir, yəni bir xətt birləşib, yəni bir valentli olduğunu görürük. Bir valentli olduğuna görə burada kalium, natrium ola bilər, hidrojen ola bilər, amma barium, alüminium və ferium ola bilməz. 3, 4, 6 doğru cavab variantı olacaq. Daha sonra davam edək. 87-ci sualla. 87-ci sualda karbohidrogenlər verib bizə və karbohidrogenlərin katalitik oksidaşmasından alınan maddələr. Deməli, biz bilirik ki, karbohidrogenlər oksidaşəndə karbon atomunun sayının yarısı qədər deməli nə alacağıq? Karbon turşusu alacağıq. C6H 17 2,18 edir. 18 olanda C17H35 COOH karbon turşusunu alırıq. Yəni stearin turşusunu alırıq. C4H ondan isə C2H5COH alacağıq. Yəni yo, sorry. CH3COH. Baxın, burada 4 karbon var. 2 karbon olan karbon turşusu alacağıq. Belə deyim, belə yadda saxlayaq. CH4-ün isə deməli, katalitik oksidaşməsindən biz nə ala bilərik? Biz burada qarışqa turşusu ala bilərik. Bəli. Çünki bir dənə karbon olan turşumuz hansıdır? Qarışqa turşusudur. HCOOH. Uyğunlaşdıracağıq. Birə nə gələcək? Birə gələcək stearin turşusu, birə Y. 2-yə gəldi. Deməli, qarışqa turşusu B. 3-ə gəldi. Deməli, sirkə turşusu da belə deyək. Etan turşusu, yəni A variantı. 1Y, 2B, 3A. Daha sonra davam edək növbəti sualla. Ətraflı yazılıb tələb edən suallara baxaq. Deməli, 4 mol kalsium klorçu və 10 mol natrium klor duzlarının növbəti qarışıq həll etdikdə alınan kalsium 2 müsbət və xlor mənfi olaraq mol sənizamından sıx qrafiqi verilmişdir. Deməli, biz bunu belə deyək də, kalsiyuma görə müəyyənləşdirib tapa bilərik. Və deyir ki, kalsium klor 2 duzunun hissəsi dərəcəsi 80% olarsa, enin qiymətini tapın və natrium klorun hissəsi dərəcəsi faizə hesablayın. Deməli, kalsium klorçin hissəmol götürmüşük. 4 idi. Hissəsi dərəcəsi nəyə bərabərdir? 80-a. 4-ün 80%-ni taparıq. Yəni, bu nə qədər edəcək? 3,2. Deməli, 3,2 mol kalsium klorçin dissosiasiya edib. Düzdürmü? Kalsium klorçin 3,2 kalsium klorçin dissosiasiya edəcək. Alacaq kalsium 2 müsbət, üstə gələcək 2 dənə klor mənfi. 3,2 moldan 3,2 bundan dissosiasiya edəcək. 3,2 bundan alınacaq. 4 tam deməli 2 molda birinci 6,4 qram molda bundan alınacaq. Deməli, bunu tapdıq. Onda mən burada avtomatik enin yerində nə olduğunu bilərəm. N kalsium çünki bir dənə buradan alır da, natrium klordan kalsium alınması deyil ki. Deməli, enin miqdarı n olsa 3,2 bərabərdir. N bərabərdir 3,2. Enin qiymətini hesabladıq. Yəni, birinci sualın cavabı hazırdır. İndi fikirləşirik. Bu qədərdirsə, fikirləşirəm ki, onda burada xlorun cəm mol miqdarı nə qədər olar? Fikirləşirəm. 5-i vurursam 3,2-yə nə qədər edəcək? 5 vurulsun 3,2 bərabərdir 16. Düzdürmü? 16 mol deməli xlorum əmələ gəlib. 16 molun 6,4 molu bu kalsiumdan alındı. 16-dan çıxaram 6,4-ü qalar. Deməli 9,6 mol. Deməli 9,6 mol xlor natrium xlorun elektrolizinə əmələ gəlib. Natrium xlor üzr istəyirəm, dissosiasiyasına əmələ gəlib. Natrium müsbət, xlor mənfi. Birin birə gedir. Əgər 9,6 qram 9,6 mol xlor əmələ gəlibsə, onda 9,6 molda natrium xlor dissosiasiya edir. Amma bizə natrium xlor nə qədər idi? 10 mol idi. Dissosiasiya dərəcəsini tapmaq lazımdır. 9,6-nı bölərəm 10-a, vuraram 100-ə. O da nə qədər edəcək? Deməli, 96%. Doğru dissosiasiya dərəcəsi oldu 96%. İkinci sualın cavabı da 96%-dir.
Daha sonra keçirik növbəti suala. Növbəti sualımız. Kalium OH və xlor gəlib reaksiya yazıb. Reaksiya təhlilindən alınan məhsulun 10 miqramı münasib qrafiq verilmişdir. Biz artıq burada birinci maddələri müəyyənləşdirməliyik. Deməli, B maddəsinin sonra florla reaksiyasının kimyəvi təhlilini yazın, əmsallaşdırın. C maddəsinin formunu yazın. Birinci bu reaksiyanı əmsallaşdıraq uşaqlar. Deməli, burada xlorumuz dəyişəcək. Sıfırdan gəlir nəyə? Müsbət 1-ə və mənfi 1-ə və müsbət 5-ə. Deməli, burada dəyişən yalnız xlordur. Mənfi birə gələndə 1 elektron, bura gələndə 5 elektron. Qarşılıqlı tərsidata üçün bura 5 yazsaq, vasitəyə atıq. Deməli, bura 5 yazıb, o birisinə 1 yazsaq düzəlmiş olur. Bura 1 yazsaq düzəlir. Xlorlar düzəldi. Xlorlar deməli burada 6-dan olduğuna görə bura 3 yazıb, kalium qabağına 6 yazıb, bura bir 3 yazsaq düzəlir. 3 məhsulumuz var. Ən çox alınan hansıdır? Kalium kloru. Deməli, A maddəsi kalium klorudur. B maddəsi H2O-dur. C maddəsi də kalium kloroiddir. Kalium kloroid. Nə deyir bizə? B maddəsinin florla reaksiya tənliyini yazın. Deməli, florla B maddəsi H2O deyildimi? Yazıram. Nə alıram buradan? H flor, üstə gəlsin oksigen. Deməli, əmsallaşdırsaq, bura bir 2 yazsaq, deməli, bura bir 4 yazsaq, düzəlir. Burada bir 2 yazaq, düzəlsin. Deməli, yazdıq, əmsallaşdırdıq. Düz oldu əmsallarımız, düz oldu məncə. 2 düzəldi. Bu birinci sualın cavabı. İkinci sual. C maddəsinin kimya formunu yazın. İkinci sual çox asan tapmışıq artıq onu biz. Kalium klor O3-dür. Bitdi. Deməli, növbəti suala keçirik. Növbəti sualımız 90-cı sual və sonuncu sualdır. 90-cı sualda nə deyir bizə? 9 qram etil aminin tam yanma məhsullarına suya ayırdıqdan sonra qaz qarışığının artıq miqdarda əhəng suyun içərisində qazlarına bir tam reaksiya daxil olur. Əhəng suyu qabın kütləsinin neçə qram artdığını və neçə litr əhəng qazandığını müəyyən edin. Deməli, etil amin necə yazılır? Etil amin C2H5NH2. Düzdürmü? Biz bunu yandıranda nə alırıq buradan? Karbon qazı alırıq, üstə gəlinsin, azot alırıq və su alırıq. Deməli, tam yanma məhsulları bunlardır. Deməli, bunu əmsallaşdırıb buraya 2 yazsaq, 2 yazsaq, deməli, burada azotumuz birdən yox, bura 2 yazaq ki, tam düzəlsin. Onda bura 4 yazacaq, karbon qazına görə. Hidrogenimiz olacaq 10 dənə, 12 dənə. Bura bir 6 yazsaq düzəlir. Deməli, üstə gəlsin oksigen yazmamışam. Bir dəqiqə. Deməli, üstə gəlsin oksigen buradan yazıram. Deməli, oksijeni əmsallaşdırsaq nə qədər olacaq? 8, bu da 6. 14 buraya yazacaq, 7 düzələcək. Deməli, tamamilə doğru oldu. 14 hidrogenimiz, bir dəqiqə yox. Bir dəqiqə bunun yerinə yazaq. Oksigen yazmaqda qarışıq olur. Deməli, C2H5NH2 üstə gəlinsin oksigen. Buradan alırıq karbon qazı, üstə gəlinsin H2O, üstə gəlinsin N2. Azota görə bura bir 2 yazsaq, karbon olacaq 4. Deməli, hidrogenimiz 5, 2, 7. 7-ci çevrədən 14 edir. 14 olana görə bu 7 olacaq. 7 olanda oksigen sayacaq. Artıq oksigenimizi sayaq. Deməli, oksigenimiz nə qədər olacaq? 4-ü 2-yə vurdum. 8. 8 dənə. Deməli, 8-in üstünə 7, 15. 7,5 yazaq da. 10 kəsrin qalsın, eyb yox. Deməli, 9 qram etilamin yanıb. Bunun üstünə yazırıq 9 qram. 9 qram yandı və qarşıdakı qazların deyir ki, suyu ayırandan sonra su çıxdı. Su ayrıldıqdan sonra qaz qarşılığını artıq miqdarda əhəng suyuna keçirsə də qazların bir tam reaksiya daxil olur. Əhəng məqamı təbii ki, daxil olacaq karbon qazı. Və əhəng suyu kalsium OH2-dir. Kalsium OH2-dir. Gəlin baxaq ki, 9 qramdan neçə mol bundan alıram? X. Etilamin kütləsini hesablayaq. Normalda bunun kütləsi nə qədərdir? Deməli, 29, bu da 16. 29, bu da eləcə 16 toplayana nə qədər eləyir? 45. Deməli 45 90 deyildir. 90-dan alırıq nə qədər? 90 qramdan alırıq 4 mol. 9 qramdan nə qədər alırıq? 0,4. Deməli 0,4 mol mənim karbon qazım var. Düzdürmü? 0,4 mol karbon qazım var və bir dəqiqə. Hə, 0,4 mol karbon qazım var və bu ən suyuna reaksiya daxil olur. Yəni CO2-ni. Alırıq buradan nə? Kalsium karbonat, üstə gəlinsin H2O. Və burada deyir ki, 9, bunun üstünə 0,4 yazaq. Deyir ki, birinci sualda. Əhəng suyu olan qabın kütləsinin neçə qram artıqını tap. Əslində 0,4 mol olduğunu bilirik. 0,4 mol karbon qazımız neçə qramdır? Onu tapaq. 0,4 molda vuraram 44-də karbon qazın kütləsinə. Deməli 160, 17 tam onda 2 eləyir deyəsən. 17 qram artdı. Bu birinci sual. Birinci sualın cavabı. İkinci sualın cavabına baxaq. Və neçədir normal şəraitdə neçədir qazın əhəng suya reaksiya daxil olmadığını hesablayın. Deməli, neçədir qazın daxil olmadığı? Daxil olmayan qaz burada azotdur.
Deməli, normalda 90 qramdan tutaq deyək ki, burada 1 mol əmələ gəlib. 9 qrama 0,1 mol. 0,1 molumuz neçə edirdi? 0,1 molu vuracağım 22,4-ə. O da bərabərdir 2,24 litr. Doğru cavab variantı burada da oldu. 2,24 litr. Bununla da sualları bitirmiş olduq. Diqqətinizə görə təşəkkür edirəm. Hər birinizə imtahanda uğurlar arzulayıram. Sağ olun.